siyasi baş verilişin qonağı Xalq Partiyasının sədri Pənah Hüseyndir. Pənah bəy, xoş gördük. Xoş gördük. Pənah bəy, bugün bilirsiniz, regional və beynəlxalq müstəvidə siyasi və hərbi proseslər yeni bir siyasi nizama daxil olub. Demək olar ki, regionda və dünyada təhlükəsizlik arxitekturası pozulur və demək olar ki, bu prosesin başında Amerika Birləşmiş Ştatlarının indiki prezidenti Donald Trump durur. Bilirsiniz, Azərbaycanla ABŞ arasında Biden administrasiyası dövründə münasibətlər zəifliyində. Azərbaycan da ümidi var ki, Trump administrasiyasına əməkdaşlıq etsin və ötən gündə ABŞ Milli Təhlükəsizlik Müşaviri Prezidentin köməkçisi Hikmət Hacıyevlə danışıb, Ermənistanla Azərbaycan arasında sülh prosesinə dəstək verdiyini və separatçı ermənilərin Bakıdakı həbsi ilə bağlı danışıqlar apardı və onların azadlığı çıxmasını istəyib. Yəni, necə görürsünüz ki, Amerika Birləşmiş Ştatlarının bu yanaşması Azərbaycan necə qiymətləndirə bilər ermənilərlə bağlı və həqiqətən də ABŞ-Azərbaycan münasibətləri inkişaf edə bilərmi? Əvvəla, dünya, mən sizdən bir qədər fərqli ifadə edeyim vəziyyəti, yəni yeni bir nizama daxil olmayıb, hatta xaos vəziyyətinə daxil olub və bu xaosun da memarlarından və iş icraçılarından biri Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'dır. Bəli. Bu belə bir nə qədər davam edəcək bu xaos vəziyyəti və bu xaosdan hansı nizam doğacaq? Aralıq mərhələlər nədən ibarət olacaq? Bəşəriyyət üçün bütövlükdə və dünya insanlar özündən bizim ölkəmiz və xalqımız, dövlətimiz üçün bu situasiyada olan çağrılar nədən ibarətdir və bu nə ilə nəticələnə bilər kimi suallar təbii qarşımızda durur. Mənim yanaşmam ondan ibarətdir ki, istənilən, demək, mən o formulanın, o siyasətin tərəfdarıyam ki, istənilən təhdidi, təhlükəni və yaxud o dəbdə olan terminləri ifadə etsək, çağrını İngilis dilindən və Rus dilindən bizə tərcümə bu şəkildədir. Onu imkana çevirməyə bacarmaq lazım. Hansı dövlət millət onu imkana çevirə biləcəksə, bunun qarşısına qorxmayacaqsa, çəkilməyəcəksə, özünü itirməyəcəksə, panikə qapılmayacaqsa, sınmayacaqsa, o dövlətin, o xalqın şansları var ki, bu vəziyyətdən böyümüş və güclənmiş halda çıxsın. Azərbaycan şansı var mı? O baxımdan mən hesab edirəm ki, bu vəziyyətdən böyümüş və güclənmiş halda çıxmağa demək, şansı olan, perspektivi olan, potensialı olan demək, xalq və dövlətlərdən biri Azərbaycan xalqı və Azərbaycan dövlətidir. Bunu dəfələrlə vurulamışam, sizin bu efirdədəki verilişlərə təkrar edeyim. O ki, qaldı konkret olaraq ABŞ-ın erməni məsələsinə bağlı. Biz ki, bu hal-hazırda erməni lobbisi bütün dünya üzrə, yəni bütün resurslarından istifadə edərək bu demək, ermənilər üzərindəki bu məhkəməni onlar da özləri üçün bir imkana çevirmək istəyirlər. Ki, yəni faktiki olaraq həqiqətən bəşəriyyətə qarşı cinayət törətməsi heç cür hüquqi baxımdan inkar olunması mümkün olmayan. Demək, bu cinayətdən onlar özlərinin marağı üçün istifadə etmək istəyirlər. Güya bu ermənilər azad olunur, ermənilər azad olunursa, təbii ki, bu artıq bütövlükdə onların bu törətdikləri sonuçda Azərbaycan xalqına qarşı və regional təhlükəsizliyə qarşı olan cinayətlərinin azad olunması və sonraki bir növ kart-blanş verilməsidir. Sonraki bu vəziyyətin davam etdirilməsi. Ona görə mən hesab edirəm ki, məhkəmə sona qədər davam etdirilməlidir, layiqli cəza verilməlidir və istər Amerika Birləşmiş Ştatları olsun, istər Rusiya olsun və ya hansısa böyük güc və yaxud digər başqa demək, beynəlxalq dövlətlər, üstü dövlətlər, altı olan güclər olsun, onların təcrid qarşısına geri çəkilmək olmaz bu məsələdə. Məncə geri çəkilməyəcək və belə olacaqsa bunun bədəllərini də ödəməyə Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti hazır olmalıdır. Azərbaycan vətəndaşı da bu məsələdə dövlət əgər bu xətt davam etdirəcəksə onu müdafiə edəcək. O cümlədən siyasi çevrələr, mən hesab edirəm, siyasi partiyalar da bu məsələdə yekdil fikir bildirirlər. Yəni bizə qarşı hansı adla olsun, bizə qarşı təzyiqlər var. Bu təzyiqlərin içərisində müəyyən haqlı, müəyyən motivlər görünə bilən motivlər də var, amma haqsız hücumlar da var. Konkret onlardan biri də bu qeyd elədiyimiz ermənilər üzərindəki məhkəməyə bağlıdır. Mən əvvəldən ümumiyyətlə bu beynəlxalq bir məhkəmənin onlar üzərində qurulması, bunun mümkün qədər geniş ictimailəşdirilməsinin tərəfdarlarından biri kimi çıxış eləmişəm. Biri gəlmişkən, məsələn, orada bir simptomatik bir hadisə var. Deyək ki, onların içərisində ən hal-hazırda demək, ola bilsin milyarder olması hələ də başındadır və bu terrorizmin də başında son dövrdə, son illərdə əslində Vardanyan durub. Vardanyan niyə danışmır? Deməyə sözü yox. Həqiqətən belədir bu. Deməyə sözü yoxdur. Çünki onun istənilən danışdığı, istənilən cümlə, istənilən suala verilən cavab erməni cinayətinin və onun öz cinayətinin üstünə açılması xidmətidir. Ona görə ola bilsin ki, onun xidmətində olan hüquqşünaslar belə məsləhət bilirlər ki, bu şəkildə olsun.
O baxımdan Amerika Birləşmiş Ştatlarının o ermənilərlə bağlı dedikləri məsələlərə digər şəxslərə necə cavab verirsə, o şəkildə də mövqe qoyulmalı. Amma eyni zamanda təbii ki, bu son günlərdə politik olaraq Vardaniya və oradakı cinayətkarların ermənidən artıq erməniçilik eləmək olmaz ki. Yəni bəzi dövlət adamları konkret halda bu məhkəməyə münasibət bildirən, məsələn, Avropa Parlamentinin bir qərarı oldu. Bunlar ermənilərdən də artıq erməniçilik eləmək. Məsələn, Paşinyan və onun tərəfdarları hələ bu qədər deyək ki, şanlı göstərmirlər. Çünki bilirlər ki, onların deməyə sözü. Burada verilən ifadələrə diqqət elədinizdə hamısı göstərişlərin Ermənistandan gəlməsi, ordunun, o separatçı ordu deyilmiş, əslində separatçı ordu falan yoxdur, Ermənistan ordusudur. Onların Ermənistanın maliyyələşməsi, Ermənistan baş qərargahına tabe olması, planların orada qurulması, deməli hərbi cinayətlərin də onlar tərəfindən edilməsi barədə kifayət qədər ifadələr verirlər. O baxımdan yəni mən hesab edirəm ki, bu məsələni də ciddi bir şəkildə ortaya qoymağa yer gəlmişkən, mən sizə deyim ki, xüsusi bir təlaşa düşməyə də ehtiyac yoxdur. Çünki aparılan məhkəmə hər halda kifayət qədər əsaslar verir ki, Azərbaycanın mövqeləri möhkəmləndirsin. Mən diqqət edirəm, beynəlxalq erməniçiliyin ideoloji və təbliğat mərkəzləri də çox ciddi bir bu məsələdən təlaşa düşüblər və konkret olaraq o lobbilik fəaliyyətindən istifadə edərək, o zaman Amerika Birləşmiş Ştatlarında, Avropada, digər başqa yerlərdə bu məsələnin qarşısını almağa çalışırlar. Məncə bu məsələdə dirəniş göstərmək lazımdır. Bir. İki, əsas istiqamət təbii ki, bu Ermənistanla konkret olaraq bilirsiniz ki, bu sülh müqaviləsi barədəki danışıqların ciddi bir mərhələsi olaraq mətnin üzərindəki işin başa çatdırılması və faktiki olaraq imzalamaq üçün mətnin artıq razılaşdırıldığı barədə məlumat getdi. Və mən hesab edirəm ki, Azərbaycanın bu imzalamanın özü üçün də şərtlər irəli sürdü, bu Minsk qrupundan qarşılıqlı şəkildə imtina etmək və konstitusiyada dəyişikliklərin edilməsi, baxmayaraq ki, mətnin özündə müəyyən müddəalar var bu məsələlər ətrafında, amma Azərbaycan tərəfi hələ ki, yəni belə deyil ki, Ermənistan tərəfinə etimad olmadığına görə bu məsələlər istiqamətində addımların atılmasının şərt kimi imzalamağa qədər mümkün deyilmi? Bu diplomatik bir gedişlərdir. Mən bu məsələlərdə konkret olaraq bu danışıqları aparan səlahiyyətli orqanlara ictimaiyyət tərəfindən etimad göstərilməsi və onlara bu məsələdə nizirlərlər kartlanş verilməsinin tərəfdarıyam sözüm doğrusu. Çünki biz bəzi informasiyaları bilmirik və s. Amma yəni istənilən momentdə bəzi məsələlər taktik ola bilsin, məqsədlə irəli sürülür və demək mətnin razılaşdırılması bilirsiniz ki, Azərbaycanın iki tələbi var idi bu mətnlə bağlı. Onların ermənilər tərəfindən bəli geri götürüldü. Həm buradakı üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməsinə yol verilməməsi və ikinci bir təklif də bu qarşılıqlı şəkildə beynəlxalq məhkəmələrdəki iddialardan geri çəkilmək. Bunlar ermənilər müəyyən qədər formulovkalarda geri çəkildilər o məsələdə. Bunun bir çox barədə danışır. Bəziləri deyir, Amerika Birləşmiş Ştatları tərəfindən təzyiq olub. Mənim fikrimcə o məsələdə həlledici rolu Ermənistanı Türkiyə ilə münasibətləri normallaşdırmaq və Türkiyənin bu məsələdə Azərbaycanla razılaşın mövqeyindən irəli gələn bir məsələdir. Və təbii ki, bunlar uzlaşdırmalıdır. Strateji müttəfiqlər o cümlədən Türkiyə ilə. Mən hesab edirəm ki, bir daha təkrar edirəm. Prinsip etibarilə yaxın dövrdə belə bir müqavilənin hətta bəzi şərtlərin istiqamətində danışıqlar gedərək müəyyən mövqelərin yaxınlaşdırılması yolu ilə də olsa imzalanması da mümkündür. Amma bu imzalanma olmamış yeni döyüş əməliyyatlarının başlanması və bölgədə eskalasiyanın gərginliyinin artması da mümkün. Yeni müharibə də mümkün. Belə bir yuxarıda qeyd elədiyimiz xaos vəziyyətini qeyd edirik. Bu xaosun yaratdığı bir situasiya budur ki, net bir şəkildə, hansısa bir şəkildə demək, hətta bir il üçün hətta bir rüb üçün bir strategiya qurmaq çox çətindir. Çünki demək olar ki, bəzən həftə ərzində, bəzən gün ərzində vəziyyət dəyişir və strateji qərarlar qəbul etmək lazımdır. O baxımdan da bu qeyd etdiyimiz məsələyə dair mənim fikrimcə Azərbaycanın əli kifayət qədər bu məsələdə möhkəmdir və bu istiqamətdə iş davam etdirilməlidir. Prinsip etibarilə nə qədər mümkündür o demək, əldə olunan razılaşmanın real razılaşma olması istiqamətində müəyyən addımların atılmasına ehtiyac var. O iki şərt ki var, həqiqətən də çox belə götürəndə məntiqidir və indi onun hüquqi baxımdan və ya hansı başqa məsələləri barədə müəyyən mübahisələndirilə bilər bu mövqelərin hər biri və təbiidir bu da. Amma məntiqi baxımdan tamamilə demək doğrudur və mən Azərbaycanın maraq və mənafe məntiqi nəzərdə tuturam. Ona görə məsələ istiqamətində işlərin davam etdirilməsi məncə diqqətlə izləmək lazımdır. Lakin eyni zamanda son günlər ki, bu müəyyən məlumatlar da gəlir ki, sərhəddə müəyyən hətta dünən bizim mövqelərin atəşə tutulması haqqındakı informasiyalar, faktlar daxil oldu. Ondan əvvəl demək, çox ciddi bir şəkildə hücum silahlarının bura Ermənistan tərəfindən alınması, sonra Avropa İttifaqı vasitəsi olan çox maraqlı bir fondu var, sülh fondundadır, amma hərbi yardım göstərir. Digər ölkələrə və
Açıkçası yəni Ermənistan demək hücum edə bilərmi məsələsi üzərində mən hesab edirəm ki, amma Ermənistanın özü demək öhdəsinə qalsa yəqin ki, hücum etməz. Aynen. Amma istənilən momentdə istər Rusiyadan, istər Avropadan ya hansı başqa bir dairələrdən təxribatların törədilməsi mümkün olan bir məsələdir. Bu heç şübhəsiz ki, Rusiya böyük təhdiddir və belə bir təhdid olaraq qalır. Düzdür, indi biz Rusiyanın Federasiya Şurasının deyəsən sədri xanım Matviyenko buradaydı. Sizə Rusiya-Azərbaycan əlaqələri normallaşır? Bilirsiniz, bu normallaşma demək, yəni mən yuxarıda qeyd elədim. Müəyyən dövr üçün normallaşmaq sonra yenidən hansısa bir ekseslərin baş verməsi, gərginliklərin yaranması və s. Biz son illərdə bunu daim müşahidə eləmişik. Hətta ən yaxşı bir vəziyyətdə olduğu bir dövrdə ki, belə görünürdü bizim aramızda müttəfiqlik fəaliyyəti haqqında saziş var. Rusiya ən yüksək səviyyədə Azərbaycana səfərlər etmişdi, Putinin çox yüksək səviyyədə qarşılanmışdı. Yəni bütün dünya və ölkənin ictimaiyyətinin də müəyyən hesab edirdi ki, tam demək uzlaşma var məsələlərdə, amma dekabrın sonunda, yanvarın əvvəlindən başlayaraq müəyyən bir o təyyarə qəzası ilə bağlı. Təyyarə qəzası əlbəttə öz-özlüyündə ciddi bir hadisədir, amma aydın məsələdir ki, həm bir vəsilə müəyyən münasibətlərin aydınlaşdırılması üçün. O baxımdan da faktiki olaraq əgər Rusiya davam etdirirsə böyük imperiya siyasətini, ekspansiya siyasətini və SSR-nin hansısa bir formada keçmiş imperiyasının bərpa olunması məsələsini iddialar qoyursa, Azərbaycanın maraq və mənafelərlə toqquşursa şübhəsiz ki, zaman-zaman belə bir ziddiyyətlərin olması olacaq. Moskvada prezidentlərin görüşü gözlənilir. Mart ayında, bəzi mayın 9-unda tədbir zamanı görüşlər olması. Mən sözün doğrusu sizə açıq ifadə edeyim ki, bu vəziyyət aydınlaşana qədər tərəflərdən hər hansı biri mən Azərbaycanın və Azərbaycan tipli dövlətləri və cəmiyyətləri nəzərdə tuturam. Onların hansısa bir tərəf seçməsi konkret olaraq və konkret olaraq bir dəfəlik öz mövqeyi demək, müəyyən etməsi kimi məsələlərə gedəcəyini güman edirəm, bu maraqlara da cavab verir. Bir çox məsələlər aydınlaşmalıdır, bu Qərb-Rusiya münasibətləridir, Qərb-Çin münasibətləridir, İran-Amerika Birləşmiş Ştatları və Avropa münasibətləridir, Rusiya-İran münasibətləridir və bütün bunlar durulmayana qədər bu məsələlər, münasibətlərdəki bu qaranlıq və məqamlar əlbəttə ki, Azərbaycana da və onun müttəfiqlərinə də hansısa bir net bir mövqe yalnız ondan ibarət olurlar ki, öz platformalarında dursunlar. Məsələn, Azərbaycan-Türkiyə münasibətləridir, Türk Dövlətləri Birliyi məsələsidir. Türkiyə Dövlətlər Birliyinin şəxsində yeni geopolitik güc mərkəzinin formalaşmasıdır. Müstəqil geopolitik gücün formalaşmasıdır. Bu çox qütblü biraz indiki bu dünyanın yuxarıda qeyd elədiyiniz geopolitik arxitekturadan təhlükəsizlik sisteminin formalaşmasından söhbət gedir. Belə bir halda əlbəttə ki, yəni bütün bunlar demək özün üzərində, öz platformunun üzərində və yaxın təbii müttəfiqlərin platforması üzərində olmaqla digər başqa məsələlərdə taktiki gedişləri, geriləməni, çəkilməni, eskalasiyanı, yumşalmanı və s. istisna eləmək olmaz. Bütün bunlar davamı olaraq mən hesab edirəm ki, əlbəttə ki, bir qədər bu dediklərimizdən elə bir distonant, bir ziddiyyət təşkil edir. Amma olduqca vacibdir ki, mütləq yadda saxlanmalıdır ki, hal-hazırda artıq xarici və daxili siyasət arasındakı fərqlər silinmişdir. Bir çox hallarda xarici siyasətin, əgər daxili siyasətdə davamı olmayacaqsa, məsələn, mən hesab edirəm son illərdə Azərbaycan kifayət qədər uğurlu Azərbaycanın xarici siyasəti yeridilir. İstər Ermənistanla müharibə məsələsində, istər müəyyən bu qarışıq dövrdəki situasiyalarda bilirsiniz ki, məsələn, mən o qədər də böyük tərəfdarlarından hərfən başa düşülən mənada tərəfdar deyirəm ki, Azərbaycan və İsrail strateji müttəfiq olsun, açığım deyim sizə. Amma Azərbaycanla İsrail arasındakı əməkdaşlığın, tərəfdaşlığın demək tərəfdarlarına çünki bizim maraqlarımıza da cavab verir, İsrailin də maraqlarına cavab verir. Amma son dövrdə diqqət edirsiniz, məsələn ki, bu Abraham müqavilə sistemi var, onlara qoşulması, hətta İsrail Kongressində, yəni parlamentində müzakirələr getdi və orada İsrail naziri tərəfindən bir forma işlədi, mən herhalde işlədim, o görə deyirəm, ABŞ, İsrail və Azərbaycan arasında strateji müttəfiqlik formulası demək meydana gəldi. Sonra məlum oldu ki, bu heç də təsadüfi səslənmiş fikir deyil, digərlərdə istər şəxslər, istər siyasətçilər bunu təkrar eləməyə başlayırlar və hal-hazırda da həqiqətən də bu istiqamətdə müəyyən bir addım keçməsidir. Mən sözün doğrusu, mən subyektiv fikrimə görə bu müzakirəsinin özünün getməsi bu ciddi bir məsələdir, ciddi bir faktdır. Amma bilirsiniz, həm masştablar biraz çox fərqlidir. İkincisi də bəzən düşünmək hər dəfə demək lazım. Bu strateji müttəfiqlik nəyin naminə, kimə qarşı? Ünvan nədən olur? Bütün o məsələləri araşdırmaq lazımdır ki, Azərbaycanın digər maraq və mənafelərini bu məsələlərdə biz qoruyub saxlaya bilərik. O baxımdan istənilən adama indiki məqamda açıqcası mən deyim ki,
Bu məsələnin özünün müzakirəsi artıq Azərbaycanın regional və qlobal siyasi proseslərə qatılmasının bir formasıdır və o baxımdan da bir uğur sayıla bilər. Yeri gəlmişlər, bizə qarşı kifayət qədər düşmənçilik mövqeyində duran və nəinki bizə qarşı, son dövrdə çox maraqlı bir şəkildə İranın Türkiyəyə qarşı da Suriya məsələsində məsələn, düşmənçilik də olmasa hər halda rəqabətdən daha ötəyə keçən bir demək ki, mənfi münasibət dəstəməsini mütləq qeyd eləmək lazımdır və bu Azərbaycanın da xalqçı şübhəsiz ki, və mən hesab edirəm ki, onlar da bağlılarını başlarına yığmalıdır. Yəni dünyada başqa bir proseslər də gedə bilər və o baxımdan demək biz bir də təkcə mütləq demək lazım. Xaosun özünün də bir nizamı var və xaosun əslində özünün də bir qaynaqlıqları var. Nə qədər xaos və qaynaqlıq demək nə qədər belə müharibə öz qayda və o baxımdan da indiki vəziyyətdə bir daha təkrar edirəm, deməli bizim bu sol təcrübəmizi nəzərə alaraq hər halda siyasəti davam etdirmək və bunun mütləq mənim fikrimdir. Yəni bunun daxili siyasətlə tamamlamaq lazım. Xarici siyasətçi uğurlar, daxili siyasətçi uğurlarla tamamlansa bu yuxarıda qeyd etdiyimiz indiki vəziyyətdə böyümüş və güclənmiş halda çıxacaq şansı vardır. O məsələnin fundamenti odur. Yox əgər hansısa bir şəkildə, yəni məsələn xarici siyasət, xarici siyasətlə birinci adını ona görə çəkir, bir kifayət qədər uğurludur. Daxili siyasətdəki müəyyən dəyişikliklər sistem xarakterli siyasi, sosial, iqtisadi idarəçiliklə bağlı olan, sosial ədalətlə bağlı olan, insan hüquq və azadlıqlarla bağlı olan bu dərddən düşüb alınır son dövrdə. Amma hər halda bütün məsələlərlə olan problemlərin həllinə yönəlik hansısa addımlar atılmasa, bizim uğurlarımızın da verə biləcəyi demək fayda və yaratdığı şansın da biz dərəcə və miqyasını aşağı düşməsini müşahidə edə bilərik. O baxımdan demək olduqca vacibdir ki, bir daha təkrar əvvəla bir mütləq ölkədə bu sosial ədalət məsələlərinə bu qarşılıq dövrdə ciddi bir şəkildə diqqət olmalı. Təhlükəsizlik qədər prioritet təhlükəsizlik məsələlərdir bu barədə. Burada hansısa bir məsələ, lakin nəzərə almaq lazımdır ki, hərfən yəni belə forma etibarilə nə qədər uzaq görünsə də bir çox məsələlər təhlükəsizlik xarakter alır. Onlardan biri sosial ədalət demək məsələsidir. Siyasi demək bir sıra dəyərlər ki, biz uzun müddət o cümlədən Azərbaycanın konstitusiyasında, onun müxtəlif konsepsiyalarında dövlət idarəçiliyi ilə bağlı demək dövlət fəlsəfəmizdə ümumiyyətlə bizim qurucu hələ Cümhuriyyət dövründən üzü və davam edən müəyyən dəyərlər var ki, bu şəkildə hər halda yenə bu məsələ bir xeyli dərəcədə hal-hazırda dəbdən düşmüş kimi görməyə çalışsa da demokratik dəyərlərin əlbəttə ki gerçəkləşdirilməsi istiqamətində iş davam etdirilməlidir ki, Azərbaycan kənar dövlətlər və xalqlar üçün cəlbedici bir dövlətə və cəmiyyətə çevrilsin. Çünki əgər biz istəyiriksə ki, bizim başqa bir missiyamız bundan Azərbaycan bir cazibə mərkəzinə çevrilsin, Azərbaycan böyüsün və sizcə hakimiyyət edəcək ona? Mən sözün doğrusu, bu məsələdə ciddi bir narahatlıq var əlbəttə ki və bu məsələlər müzakirə edilir. Bir yeri gəlmişkən, bax son dövrdə çox belə demək siyasi partilər və hakimiyyət arasında siyasi diyaloqdan danışılır. Hətta müəyyən ünsiyyətlər və sair hamısı bu siyasi diyaloqun forması kimi qələmə verilir. Biz bunu ünsiyyət hesab edirik və mən prinsip etibarilə indi bunun üzərində dayanıb bizim bəzi siyasi qüvvələr ümumiyyətlə bir siyasi diyaloq deyil deyə fikirləşirlər. Mən bu cür belə net mövqe ortalığa qoymuram, amma yetərli deyil açıqcası mən deyim bu ifadə və hakimiyyətin bu siyasi diyaloq deyilən məsələnin dərinləşdirməsi, bunun konkret olaraq predmetlər ətrafınca məsələn konstitusiyanın hazırlanması haqqında məsələ var. Buna partiyalar dəvət olunur. Bu çox ciddi bir şəkildə bax, siyasi diyaloq predmetlərindən biri ola bilər. Hakimiyyət heç cür qəbul etmək istəmir, amma siyasi məhbus problemi deyilən bir problem var. Deyirlər, bizdə siyasi məhbus yoxdur. Məsələn, mən Xalq Partisi'ndə hesab edirəm, bəzi bir sıra tutulan şəxslər var, onları siyasi tutarsa. Biləm, siyasi motivlərə görə həbs olunub məsələnin üzərində dururam. Bunun mübahisələrində eksik, amma bu da bir müəyyən bu cür konkret olaraq məsələlərdən diyaloqun predmetinə çevrilməsindən biz qaçdaq, siyasi diyaloq məsələsi mənasız olar. O baxımdan o şanslardan biri də bax, o üzü bəri neçə davam edir. Bu açıqcası indi xeyli dərəcədə bir növ belə demək mümkünsə bir durğunluq keçirir. Yeni forması, yeni məzmun olmasa, bu necə deyərlər, özünün xeyli dərəcədə siyasi əhəmiyyətini gətirəcək. Məsələn, mən sizə açıqcası deyirəm, bir halda ki, danışırıq bu məsələdən. Xeyli dərəcədə bu məsələyə ciddi bir zərbə son keçirilən bələdiyyə və milli məclis seçkiləri vurdu. Yəni, biz hesab olunurdu ki, bu siyasi diyaloqu deyilən məsələnin prosesi nəticəsi orada özünü göstərməli. Bu təəssüf ki, biz əks nəticələr gördük. Siyasi partiyalar haqqındakı demək, qanunun gerçəkləşməsi istiqamətində, relatması istiqamətində
siyasi partiyalara müəyyən şərait plan yaradıldı bu. Ofislər verildi, sonra müəyyən kommunikasiya yarandı hakimiyyət orqanları ilə və özündən prezident administrasiyası ilə. Amma bir daha təkrar edirəm, bu özünü ölkənin ciddi siyasi münasibətlərində özünün əksini tapmasa, istər-istəməsəm ictimai rəydə, həm də demək elə partiyaların, partiya üzvlərinin özünün və ya tərəfdarlarının özündə şübhəsiz ki, bu məsələdə bir məyusluq yaranır və bu prinsip etibarilə çox partiya siyasi sistemə gücləndirmə əvəzinə zəiflədir və əlbəttə ki, bu cəhətdən yuxarıda qeyd etdiyimiz o problemlər ki, vardır ki, Azərbaycanı cəlbedici bir cəmiyyətə çevirmək, daxili immanent belə necə deyirlər, onun enerjisini yönləndirmək bütün bu çağrılara qarşı və o çağrıları imkana çevirmək naminə o halda bunlar bu problemlər sizcə konstitusiya dəyişikliyi gözlənilir, referendum. Bu illəri mümkün. Bilirsiniz, buna cavabından gözlənilmir. Bu arada neçə ildir bu arada söhbətlər gedir, hələ ki yox. Professional seçki sistemi. Ona görə də mən indi burada qəti şəkildə mən deyə bilmərəm. Bunu ölkənin bu istiqamətdə siyasi qərar verə bilən orqanları bu barədə danışar, o da olur. Amma siz mənə sual versəniz ki, lazımdırmı, zəruridirmi? Mən lazımdır və zəruridir deyirəm. Çünki biz bir halda ki, yeni dövrə daxil olmuşuq. Bu yeni dövrün də yeni konstitusiya ehtiyacı var. Məsələn, konstitusiyadan əlavə təhlükəsizlik konsepsiyası da hərbi daxiliyada köhnəlib lazım. Tamamilə indiki dövrə bura Türkiyənin bu bazasını ölkəmizə gətirir. Biz çox konkret məsələlər var. Təkcə Türkiyənin bazasını bura gətirməsindən söhbət getmir. Məsələn, Ağdənizdə, Qaradənizdə niyə Azərbaycanın hərbi dəniz donanma bazaları olmasın? Məsələn, Türkiyənin sularında. Elə bir qarşılıqlı şəkildə o da burada ola bilər. Və yaxud Orta Asiyada Xəzər dənizinin o biri tərəfində bizim müəyyən hərbi Türk dövlətləri birliyi ilə bağlı olan münasibətləri nəzərə alaraq deyirəm bunu. Bizim müəyyən hərbi demək oradakı mövcudluğumuz. Onların elə burada hərbi mövcudluğu niyə olmasın? Yəni bütün bu məsələlər artıq yetişib gəlmişdir. O baxımdan da yeni hərbi doktrina, yeni təhlükəsizlik konsepsiyasının hazırlanması olduqca vacibdir. Və bu məsələlər istiqamətində də dediyimiz dialoqun predmetlərindən biri ola bilər. Bu söhbət ondan gəlir. Buyurun. Təşəkkür edirəm, minnətdaram Pənah bəy. Hörmətli tamaşaçılar, bugünkü siyasi baxış verilişin qonağı Xalq Partiyasının sədri Pənah Hüseyn idi və dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Mən sizə təşəkkür edirəm dəvətə görə, sağ olun.